Dostlar, deməli burada belə kabloklar var. Bu kablok sadəcə 39 dirhəmdir. Yəni, çox qəşəng görsənir və 39 dirhəm heç neçəyə. Burada belə kupaniklər var. Yox, kroplar bunlar. Qəşəng görsənir. Bu neçədir? Sadəcə 49 dirhəm. $39 dirhəm. Çox aşağı qiymətədir burada. Həm də brend məhsullardır. Bir çox brend məhsullar aşağı qiymətədir. 59 dirhəm. Dostlar, baxın bu sapaşıya. Sadəcə 59 dirhəm. Çox ucuz qiymətədir. Burada paltarlar, burada ümumiyyətlə məhsullar hamısının bir ədəddir. Yəni mağazalarda, bahalı mağazalar, brend mağazalarda hansı ki məhsulların sayından bir ədəd, ayaqqabıların sayından 2 razmer, 1 razmer qalıbsa, onların hamısını yığırlar bura və aşağı qiymət satırlar. Məsəl üçün burada small, burada medium, large. Bunların hamısını ayırıblar. Mən bir məhsul gördüm, XL razmeri idi. Bir dənə qalmış, çox qəşəng idi. Mənim ölçüm deyil idi, ala bilmədim. Məsəl üçün bu ayaqqabılar, bunu bəyənirsə bir dənə ölçüsü var. Maksimum ikisini tapa bilərsiniz. Çox yoxdur. $49 dirhəm yalnız. Burada bəylər üçündür. Bəylər üçün olan hissədir. $29 dirhəm. Həm də materiallar çox keyfiyyətlidir. Bəylər üçün belə ayaqqabılar var. 79 dirhəmdir. Bunlar 79 dirhəm. Fərqli qiymətədir. Ölçüləri də. Məsəl üçün bu göyün ölçüləri var. Lancome'un belə bir çantası var. Sadəcə 39 dirhəmə. Sonra çox böyüdü, baxın, ayaqqabı yeri, çanta yeri, aksesuar yeri, make-uplar. Şimdi sizə göstərəcəm. Burada çantalardır və ayaqqabılar. Misal üçün bu ayaqqabı da 49 TL sadəcə. Deməli, bu hissə sırf Dior'un make-up hissəsidir. Misal üçün, burada tananilər var, 120 dirhəmdir. 120 dirhəm təxmini $28. Mən almışdım orijinal mağazadan $100 tananini. Məndə var, $100 almışam. Burada 120 dirhəmdir. Bu təxmini 28-30 dirhəm eləyir. Dior'un pomadaları, tuşları, hər bir şeyi var. Baxın, Dior'un teni, göz tenidir. Bu sadəcə 100 dirhəmdir. Sadəcə 15 dirhəm. Bu hissə qarışıq brendlərin pomadasıdır. Burada L'Oreal gözümə dəydi. Bunların hamısı 10 dirhəmdir. Hər renkdə pomadalar, blesklər var. Sadəcə 10 dirhəm. Burada hətta bu marka da var. Bu marka da tanınmış bir markadır. 10 dirhəm. Pomada, blesk 10 dirhəm. L'Oreal'ın göz tenləri var. Burada qarışıq sədəsində, amma L'Oreal gözümə dəydi. Bir də bu Maybelline var. Maybelline. Bunların hamısı 30 dirhəmdir. Pomadaların hamısı 5 dirhəmdir. Bunlar səhv eləmirəmsə, bu gözaltı korrektor oxşuyur bu. Bunlar pomadalardır 5 dirhəm. Deməli, bu hissə Dolce Gabbana'dır. Bunların hamısı 100 dirhəmdir.
120 dirhem, 100 dirhem. Bu da 120 dirhemdir. Sonra da burada var. Bu da yəqin göstərilənləridir. 30 dirhemdir. Diyor. Bu nədir? Bu bilmirəm nədir. Bu da 150 dirhem. Görəsən nədir bu qutuda? Açmağa icazə yoxdur. Amma soruşmaq olar. Bunlar 40 dirhemdir. Tom Ford. Yəqin pomadası Tom Ford'un. Dolce Gabbana. Bəlkə Tonalisidir bu. Tonali qabına oxşur. 125 dirhem. Buna baxacağım görüm bu nədir. Ondan bu Tonalidir. Dolce Gabbana Tonalisi 125 dirhemdir. Bunlar hamısı orijinal, sadəcə stoklarda qalan məhsullardır ki, buraya yığıblar. Deməli, bunu öyrəndim. Bu için çantadır. Yəqin makyaj çantasıdır. İndi gedib baxacağıq çantaya. Bunlar 15 dirhemdir. Çox böyükdür. Mən belə bir məhsulu 30 manat almışdım. Bakıdan. L'Oreal'ın məhsulları. Neçədir bu? Kameradan baxıram. 20 dirhem var, ucuz. Deməli, bunlar konsilerdir. Bu brenddir. Sadəcə 5 dirhem. Təxmini 1 dollar, 2 dollar bu cür. Ay, bunu mən götürmüşdüm. Bunu mən özümə götürdüm. Bunu bütün üzə istifadə eləmək olar. Burada testleri var, bu cürdür. Həm belə qubqası var, həm də bu cür. Mən göz altına istifadə edəcəm bunu. Pomadaların testini sizə göstərim, baxın. Bu cür. Sister, can you show me? No. Baxın, bu cür rənglərdir. Bu pomadalar. Sadəcə 5 dirhemdirlər. Dolce Gabbana'nın testerlərini vermirlər burada, amma buradan gəlib belə baxa bilərsiniz. Yəni çox qəşəngdir. Mənə maraqlı deyil, qutunun içində var, amma almaq olar. 120 dirhem. And then I thought, what if I do? Sorry to disturb you. I'm in food problem.